Hər kəsə salam. Bu mənim YouTube-da olan ilk videomdur. Ümid eləyirəm ki, çox maraqlı alınacaq. Düzdür, heç hazırlaşmamışam, necə olacağını bilmirəm. Amma düşünürəm ki, yaxşı olacaq. Belə içdən özümü sizə təqdim etmək istəyirəm. İstəyirəm daha yaxından tanış olaq. Düzdür, YouTube-da bundan öncə sizinlə Reels formatında videolar paylaşmışam. Amma bu formatda heç paylaşmamışam. İstədim ki, bir yerdən başlayım. Özüm söhbət etməyi çox sevirəm və düşündüm ki, YouTube bunun üçün ən gözəl yerdir. Bu video üçün bir hazırlıq, bir söz, nəsə yazmamışam, nəsə fikirləşməmişəm. İçimdən necə gəlirsə, elə o formada danışım və sizə də maraqlı olar deyə düşünürəm. Mən Nərmin, 23 yaşım var hal-hazırda. Qız bürcüyəm. Mənim bürclərə biraz marağım var. Ona görə ümumi olaraq çatdırmaq istədim ki, bəlkə sizin də marağınız var deyəm. Hal-hazırda sosial media marketinq mütəxəssisi olaraq fəaliyyət göstərirəm. Təbii ki, bundan öncə bir çox sahələrdə özümü sınamışam. Necə olar, bacara bilərəmmi deyə düşünmədən bir çox sahələrə atılmışam. Hardasa 16 yaşlarımdan artıq çalışmağa başlamışam. Belə deyim, mən ümumilikdə çox çalışmağı sevən, disiplini sevən biriyəm. Yəni sakit otura bilmirəm. Yəni sakit oturanda sanki məni nəsə tetikləyir ki, dur, çalış, nəsə et deyə. Ona görə düşünürəm ki, bu məndə elə balacalıqdan başlayıb. Özüm də fikir verəndə məktəb vaxtı da sanki yerimdə dayana bilmirdim. Adicə o rezinlərdən qolbaqlar düzəldirdim, qızlara hədiyyə verirdim. Bəzən olurdu ki, satdığım da olurdu. O vaxtdan elə həvəsim var. Yəni çalışmağa, iş həyatına atılmağa çox həvəsli olmuşam. Mən əslində həkim olmaq istəyirdim. Düşünürdüm ki, o ağ xalatı geyinəcəm, qəşəng həkim olacağam, belə nazlı-nazlı geyinəcəm özüm üçün. Xəstəxana dəhlizlərində belə qəşəng-qəşəng gəzəcəm, amma təbii ki, bilirəm ki, hər şey bu qədər asan deyildi. Mən hazırlaşmağa başladım, lakin birinci ilim kəsildim. Yəni qəbul ola bilmədim sırf həkimliyə. Ona görə ikinci il hazırlaşmağa başladım. Bu dəfə də əslində sırf həkimlik sahəsinə getmədim. Bitirdiyim sahə pedaqojidə loqopediya ixtisası üzrə oldu. Yəni loqoped oldum, amma yəni təbii ki, indi o sahədə çalışmıram. Suyum için. Mən universitetə hazırlaşan müddətdə aksesuarlar gətirirdim, onların satışını eləyirdim. Hətta səhifə açmışdım özümə. O vaxtdan elə trendləri izləyirdim, necə maraqlı çəkilişlər edə bilərəm deyə. Pis, yaxşı belə deyim, çəkilişlər eləyirdim. İndi düzdür, yadımda deyil, o səhifədə qalmayıb. Amma yadımdadır ki, mən necə çalışırdım, onlar üçün belə maraqlı dekorlar alırdım. Sonra günəş görən kimi tez gedirdim, çəkirdim. Yəni çox belə atılmışam da o sahəyə əməli başdı. Çox sevirdim çünki belə maraqlı aksesuarlar gətirim, satım. İndi də çox sevirəm taxmağı da. Amma belə o vaxtı, yəni belə bir kiçik biznesim olmuşdu və təbii ki, çatdırılmaları da özüm eləyirdim, mesajları da hər şeyi özüm eləyirdim. Eyni zamanda da oxuyurdum. Yəni hazırlaşırdım universitetə və bir yerdən sonra mən artıq biləndə ki, kəsilmişəm. Çox pis olmuşdum. Çünki həqiqətən o qədər zəhmət çəkmişdim ki, mən o qədər istəyirdim ki, həkim olmağı. Düzünü desəz, indi soruşsaz ki, yenə də istəyirsənmi? Yox, çünki mən artıq qandan qorxuram. Yəni həqiqətən də hər şeyin xeyirlisi. Bilmək olmaz ki, başımıza nə gələcək. Yəni mən əgər indi həkim olsaydım, qandan qorxsaydım, yəni mən sənətimi atmalı olacaqdım. Ona görə yaxşı ki, yox deyirəm, yaxşı ki, olmayıb. Hər şeydə, həqiqətən də hər işdə bir xeyir var. Sonra mən başladım. Artıq bir mərkəz var idi, sağlamlıq mərkəzi. Operator olaraq orada çalışmağa. Operator olaraq çalışdıqda da biz satışlar həyata keçirirdik. Bir xidmət var idi ki, check-up müayinədir. Həmin check-up müayinənin satışını həyata keçirirdik. Mən o qədər çox sürətlə danışırdım ki, artıq nitqimdə çox irəliləyişlər hiss eləyirdim. O zamanda artıq kimsə məni görəndə elə bilirdi ki, natiqlik kursuna getmişəm. Amma elə bir şey yox idi. Sadəcə çox belə sürətli formada cavablar verirdim. Daha belə səlis formada danışırdım. Bu formada mənə müsbət təsir göstərdi. Bir də təbii ki, satışı biraz bizə öyrətmişdilər. Düzdür, dərin formada yox. Yəni indi bildiyim bilgilərin yanında o bilgilər heç nədir. Və mən artıq ikinci il hazırlaşmağa başlayanda eyni zamanda aksesuar səhifəm onsuz da davam eləyirdi.
eləyirdi. Bundan da əlavə başladım Oriflame-də bu şəbəkə biznesinə qoşulmağa və o biznesdə orada insan dəvət etmirdim. Sadəcə satışla məşğul idim. Yəni kosmetik vasitələr gətirirdim, satırdım. Sonrasında Patokdakı qızlara göstərdim, qrup yoldaşlarıma. Bütün belə deyim də gəzirdim, göstərirdim ki, baxın, qızlar özü bilirdim ki, stipendiyalar nə vaxt gəlir. Onda da gedirdim, düşürdüm ki, baxın qızlar nə qəşəng, belə deyim, bu tuş qəşəngdir, bu pomada qəşəngdir deyə belə nazlana həqiqətən də indi düşünürəm ki, həqiqətən halal olsun sənə Nərmin deyə, bu dilinlə nələr eləmisən deyə. Həqiqətən özümə çönüb baxanda deyirəm ki, afərin sənə, bu sistemdə də özünü sınamısan, necə olub onu bilirsən. Yəni mən qazancımı həm Oriflame şəbəkə biznesindən, həm aksesuar səhifəmdən qazanırdım, belə deyim, idarə edirdim, çalışırdım. Lakin bir yerdən sonra mənim belə deyim, get-gedə məqsədlərim böyüyürdü, arzularım, istəklərim böyüyürdü və mən başa düşürdüm ki, mənə okey deyil. Yəni bu büdcə ilə mən bir çox şey edə bilmərəm. Təbii ki, stipendiya da alırdım. Stipendiyada, yəni bilirsiniz ki, çox çatdırmaq olmur. Ona ancaq şəxsi ehtiyaclarımı çatdıra bilirdim. Amma zaman irəlilədikcə, artıq məqsədlər böyüdükcə mənə belə deyim də daha çox büdcə lazım olduğu üçün fikirləşirdim ki, daha nə edə bilərəm deyə. Yəni yerimdə dayanmırdım da bir sözlə. Sonra artıq qərar aldım ki, mən bir sənət öyrənim. Yəni bir peşəyə yiyələnim. Bu peşəni öyrənən vaxtı da artıq pandemiya düşmüşdü. Pandemiya ərəfəsində fikirləşdim ki, əslində çox istəyirdim ki, make-up ustası olmaq və çox həvəsim var idi. Həvəsim ürəyimdə qalmış kimi oldu bu pandemiyaya görə. Sonra dedilər ki, toylar olmayacaq, sənin sənətin batacaq, oturacaqsan, elə yəni öyrəndiklərin qalacaq bir kənarda. O vaxtda hətta araşdırmışdım. İndi hal-hazırda çox məşhur olan make-up ustalarına yanına getməyə belə hazır idim. Sanki hər şeyim hazır idi, ödəniş falan, hər şey hazır idi. Amma bir şey var idi ki, pandemiya düşmüşdü və mən təbii ki, hər zaman məntiqlə iş görən bir insanam. Məntiqimi işə saldım. Dedim ki, Nərmin, bax, düzdür də, bilinmir özdə nə zaman gedəcək və o vaxtda da danışılırdı ki, biraz uzun çəkəcək bu pandemiya və sənin bu sənətin öyrəndiyim kimi bata bilər. Nəysə, mən elə oldu ki, kiprik ustalığına getdim. Yəni kiprik ustası olaraq başladım fəaliyyət göstərməyə. Daha doğrusu getdim, birinci öyrəndim, bu peşənin sirlərini öyrəndim. Sonra təkmilləşmək üçün yenə kurslara getdim. Yəni bu sahəyə də yetərincə yatırımlar etmişəm. Və mən artıq diplomumu alanda, həmçinin də kiprik ustası olaraq fəaliyyət göstərirdim. Eyni zamanda da diplomumu alanda başa düşdüm ki, mən loqoped olmaq istəmirəm. Çünki mən artıq işləyirdim, məni sevən müştərilərim var idi. Yəni bu sahədə həqiqətən də işimi çox yaxşı formada görürdüm. Bunu hər kəs deyirdi və özüm də görürdüm ki, məndən belə deyim, öncə başlayan ustalardan əl işim qat-qat yaxşıdır. Başa düşürdüm ki, əlimdə o incəlik, o belə deyim, yaradıcılığım var və onu çox gözəl formada üzə çıxarda bilirəm və özümün fərqində idim. Buna görə davam elədim bu işi, yəni loqoped olaraq işləmədim. Sadəcə praktikalara getdik və oradaca da dayandırdım. Diplomum da hələ də evdədir. Sonrasında artıq bu sahədə zaman irəlilədikcə getdim, özümü inkişaf etdirdim, yəni başqa kurslara da, təlimlərə də getdim. Sonrasında artıq mən başa düşdüm ki, mən satışlarımı artırmalıyam və beləliklə dedim ki, mən nə edim? Getdim, bir kurs tapdım. Təbii ki, öz səhifəmi qaldırmaq üçün, satışlarımı artırmaq üçün SMM kursu tapdım. Həmin kurs sayəsində mən öyrəndim ki, həm öz səhifəmizi idarə edib satışlarımızı artıra bilərik, eyni zamanda da sosial media mütəxəssisi olaraq fəaliyyət göstərə bilərik. Bu arada mən bu sahəyə gəlməzdən öncə kiprik ustası olaraq fəaliyyət göstərəndə mən hardasa öz işlədiyimiz salonda, o salonun səhifəsini idarə eləyirdim. Açırdım, ruslara baxırdım, YouTube-da baxırdım ki, onlar necə idarə eləyir, doğru formada necə olmalıdır, yenilikləri izləyirdim. Həmin rus SMM-lər, düzün desəm, ruslara baxırdım, çünki düşünürdüm ki, onlar daha çox fayda verəcək bizə. Sonra elə Azərbaycanda gördüm, belə bir kurs var, getdim, yazıldım. Dedim ki, qoy elə dərin formada daha da öz dilimizdə də öyrənim. Sonrasında gördüm ki, öyrənib həm də ikinci iş olaraq da işləyə bilərəm və mən eləcə başladım ikinci iş olaraq da fəaliyyət göstərməyə. Yəni bundan öncə də əslində praktikam var idi. Nələr səhv, nələr düzdür bilirdim və öyrəndiklərimi də öz səhifəmə də tətbiq
eləyirdim. Yəni ki, aha öyrəndim, qoy elə öyrəndiyim kimi qalsın demirdim. Nə yenilik oldusa, öz səhifəmdə tətbiq eləyirdim birinci. Zaman keçdikcə mən təlimlər almağa başladım. Bu sahəyə çox-çox yatırımlar etməyə başladım və mən başa düşdüm ki, mənim etdiyim yatırımların hər biri mənə qat-baqat geri qayıdır. Həqiqətən buna görə hər zaman şükürlər olsun deyirəm. Sonrasında artıq mən yavaş-yavaş sosial media sahəsində çalışmağa başladım. Öz belə deyim, yaxınlarımla çalışmağa başladım ilk öncə, sonrasında artıq öz səhifəmin üzərində işlədim. Səhifəmi də buralara taq edəcəm ki, görəsiz, istəsəz keçib baxa bilərsiniz hal-hazırda necədir deyə. Və mən bu kurslara getdikcə, özümü daha da təkmilləşdirdikcə həqiqətən də başa düşdüm ki, bizim özümüzə etdiyimiz yatırım ən gözəl yatırımdır və o bizə qat-qat geri qayıdır. Bunu, yəni hər dəfəsində Allaha şükürlər olsun deyirəm. Hal-hazırda olduğum duruma lazım gəlib çox yaxşı bir durumda olmamışam, amma o duruma da şükürlər olsun demişəm ki, mənim halımda olmaq istəyən insanlar var. Ona görə indiki durumuma şükürlər olsun deyirəm və daha gözəllərinin olmasını dua eləyirəm. Sonra artıq belə deyim, zaman irəlilədikcə mən bu sahəyə yatırımlar etdikcə öz SMM kursumu yaratdım və mənə həqiqətən çox təklif gəlirdi ki, siz SMM kursu keçirsinizmi? Keçirsinizsə qiyməti necədir? Ətraflı məlumat verin. Təbii ki, mən bu sahədə hər zaman mükəmməl olmaq istəmişəm. Bu sahədə mentorluq təlimi aldım. Mentorluq təlimi aldıqdan sonra artıq mən bildim ki, SMM kursu necə keçirilməlidir, doğru formada, doğru strategiya ilə ki, yəni tələbəyə əksiksiz bir şey öyrədilmədən qalmasın da, yəni hər şey ideal formada olsun. Və mən o formada təlim aldıqdan sonra artıq öyrəndim və doğru formada kurs necə keçirilir bunu da öyrəndim. Ondan sonra başladım öz kursumu yaratmağa və sizə də həqiqətən tövsiyəm bu olardı ki, əgər siz öz kursunuzu yaratmaq istəsəz, mütləq ki, öncəsində bir mentorluq təlimi alasınız. Və hal-hazırda mən sosial media marketinq mütəxəssisi olaraq fəaliyyət göstərirəm, freelans olaraq çalışıram. Həm tələbələrimlə işləyirəm, həm müştərilərimlə işləyirəm. Belə çox xoşbəxtəm. Həqiqətən bugünkü günümə şükürlər olsun deyirəm. Bəzən təbii ki, hər sahədə olur, çətinliklər olur, amma baxıram ki, mənim çətinlik dediyim əslində keçici bir şeydir. Yəni qalıcı bir şey deyil. Mən özüm qız bürcü olsam da biraz çox duyğusalam. Normalda bunu səhifəmə baxsaz biləcəksiniz. Duyğusal yönlərim də var. Və çox danışmağı çox sevən biriyəm, söhbət etməyi çox sevən biriyəm. Ona görə düşündüm ki, bu YouTube kanalında bundan sonra belə söhbətlər bol-bol olsun deyə düşünürəm. Siz də əgər videonun sonuna qədər gəlmisinizsə, zəhmət olmasa mənə fikirlərinizi bildirin rəylərdə. Ümumiyyətlə, nə tipdə bir videolar görmək istəyirsiniz? Motivasiyamı, yoxsa öz sahəmlə bağlımı, həyat tərzimlə bağlımı? Mənə maraqlıdır sizin fikirləriniz. Sadəcə bu tanışlıq videosuydu və mən düşündüm ki, özüm haqqında qısa bir məlumat verməliyəm ki, siz məni tanıyasınız ki, mən kiməm, nə üçün burada fəaliyyət göstərmək istəmişəm. Bura qədər gəlmişkən də səhifəmə abunə olmağı unutmayın, mənə dəstək olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.